Salam dostlar, bu günlərim ideyası olduğum DSP Əngəlsiz qrupu ilə birlikdə Ulu Öndərin 103 illiyinə həsr olunmuş tədbirdə iştirak elədik. Çox gözəl tədbir idi. Bu tədbirin əsas təşkilatçısı və bizi dəvət eləyən rayonumuzun icra başçısı və Azərbaycan Kimboks Federasiyasının rəhbəri, çox hörmətli Adil müəllim. Sizə minnətdarlığımızı bildiririk və təşəkkür edirik ki, siz ölkədə şəhid ailələri və əlillərə çox qayğı göstərirsiniz. Sizə qrupumuz adından təşəkkür edirik. Nə yaxşı ki, sizin kimi ölkəmizdə gözəl məmurlarımız, xalqımızın qeydinə qalan insanlar var. Və buna görə də təşəkkürümü bildirirəm. Bax, burada da DSP Əngəlsiz qrupu ilə bir yerdə hörmətli Adil bəylə şəkil çəkdiririk və qrupun bütün üzvlərinin kadra düşməsinə köməklik göstərir Adil bəy. Çox sağ olsun. Sağ olsun ki, bizləri dəyərləndirir, dəyər verir, işlərimizi gözəl olduğunu deyir. Və mən burada bildirirəm ki, inşallah sizin kimi şərəfli, mehriban, gözəl məmurlarımızın sayı çox olsun Azərbaycan Respublikasında. Və belə nə qədər ki gözəl, səmimi, gözəl qəlbli məmurlarımız var, o qədər də yaşayacaq, var olacaq Azərbaycan. Ulu öndərimiz Heydər babamızın və bütün şəhidlərimizin ruhu şad olsun inşallah. Odlar yurdu Azərbaycanda daimi odumuz yanar, işığımız gür, azad və müstəqil olsun inşallah.